Qoy rekordum başladı. Hə, indi başladıq. Hə, nə deyirsən? Başa düşdün? Bəli, müəllim. Mhm. Gəldi indi. Alkanların reaksiyalarına, kimyəvi xassələrinə görə o nə ilə reaksiyaya girir, nə ilə girmir? Yadda saxla. Alkanlar əvəz etmə, parçalanma, izomerləşmə, yanma. Bu reaksiyalar bunda var. Bu reaksiyalara girir. Reaksiyaları olur alkanların. Gəl bir-bir baxaq görək nələr olur. Birinci başlayırıq əvəz etmədən. Əvəz etmə Yəni reaksiyaları. yanma, əvəz etmə oldu. Sonra Əvəz etmə, parçalanma, izomerləşmə, yanma. Kitabda, dəftərdə hamısı var. Deyəcəm, yazarsan. Əvəz etmə. Əvəz etmə reaksiyaları nətər olur? Bax, əgər sənin 4 dənə hidrogenin varsa, bu 4 dənə hidrogenin 4 dənə xlorla əvəz olunur. Və yaxud da 4 dənə xlorun varsa, 4 dənə hidrogenlə əvəz olunur. Yəni sənin hidrogenlərin xlorlarla əvəz olunur. Başa düşdün? Bax, məsələn, sənin belə də 4 dənə hidrogenin var birləşməndə. Bunun üstünə gəlirsən H-xlor. Belə bir reaksiya veriblər. Deyir buradan nə alınır? Buradan bilsən nə alınır? Karbon yazsan. Bu hidrogenləri xlorlarla əvəz edirsən. 4 dənə xlor qoyursan bu hidrogenlərin yerinə. Olur karbon xlor 4. Gördün, yazdı. Üzərinə gəlinsin nə? H-xlor. Qurtardı. Bu da oldu sənin reaksiyan. Başa düşdün? Harda hidrogen varsa karbona birləşən. Onları dəyişsən eləyirsən xlor. Bu olur əvəz etmə reaksiyası. Özdə mütləq burada H-ne olur. nümunə Nə? verə bilərsiniz. Sən də Nə? nümunə verə bilərsiniz. Bəli, Nümunə verə verə bilərəm. bilərsiniz. Bəli, verə bilərəm. Məsələn, bax sənin üçün belə bir nümunə verim. CH3 deyim, məsələn, üzərinə gəlinsin, H xlor. Neyniyərsən? Karbon, xlor 3, hidrogenləri xlorla əvəz eləyərsən. Üzərinə gəlinsin, H xlor. Qurtardı. Başa düşdün? Bunu əvəz eləyirik, də Əvəz müəllimə. edirsən də hidrogen yerinə xlor yazsın. Başa düşdük bunu. Sonra gəldik nəyə? Gəldik adlanmasına. Bəs bunun adlanması nədir olur? Məsələn, adlanmaq belə bir şey yarandı sonda. Birləşmə. Olur, CH3. Necə adlandırarıq səncə? Eynilə, Link bəli, yenə deməlirik. nömrələməklə, bəli, necə nömrələyirsən? Bu dəfə halogen olan tərəfdən nömrələyirsən. Halogen bunlar idi də, flor, xlor, brom, yod. Bax, xlor tərəfdən, yəni buradan nömrələyirsən. 1, 2, 3, 4. Xlora yaxın olan tərəfdən nömrələdin. Sonra nə edirsən? 2-dən nə çıxıbdı? Xlor. Yazsan 2 xlor, 3. Bunun adı nə oldu? CH3-ün adı. 3 metil. Bunun 4-ün adı nə oldu? Butan. Qurtardı. Gördün? Yazdıq. Çətindir. Yox, müəllimə, biraz əvəz etmə reaksiyası çətin gəldi mənə. Çətin gəldi. Nə var ki orada? Bax, yenə deyirəm, əvəz etmə çətin gəldisə, bax. Bax, mən görüm tam silmədim. Bax, şəffaf. Karbon, 4 dənə hidrogen. Üstünə gəlsin H-xlor yazılıb da, elə deyil. Burada götürürsən, bu hidrogenlərin yerinə xlor yazsan. Nə var ki buna? Xlor yazıram. Hidrogenləri silirəm, yazıram xlor. Olur karbon, 4 dənə xlor yazmadım. 4 xlor üzərinə gəlsin, H-xlorda olduğu kimi qalır. Başa düşdün indi? Hə, bildim. Bax, bu oldu əvəz etmə. İndi videoda da təkrar yenə izaha baxarsan, problem qalmaz. Gəldik nəyə? Gəldik indi parçalanma reaksiyalarına. Görək nə hansı parçalanma reaksiyasına daxil olur. Yadda saxla, alkanların iki türə parçalanma reaksiyasına daxil olur. Dehidrogenləşmə, bir də cracking. Dehidrogenləşmə özündən hidrogen çıxartmaqdır, çıxartmaqdır. Cracking də istilik və ya katalizatorun təsiri ilə daha kiçik yüngül molekullara parçalanmasıdır.
alkanların. Gəl yazım. Məsələn, dehidrogenləşmə reaksiyası budur ki, bunu özündən hidrogeni çıxardırsan. Məsələn, bir dənə alkandır, metan. Bunu 1000 dərəcədə parçalayanda bu olur karbon, üzərinə gəlsin hidrogen. Görsən özündən hidrogeni azaltdın, çıxartdın. Gördün? Bax, bunun tərkibindən çıxartdım da hidrogeni. Sonra CH4-ün 1500 dərəcədə reaksiyası var. Burada da C2H2 üzərinə gəlsin H2 olur. Görsən yenə hidrogeni çıxardıram tərkibindən. Sonra CH4 üzərinə gəlinsin, daha doğrusu parçalansın 500-650 dərəcə reaksiyası var. Burada da C2H4 üzərinə gəlsin H2. Yenə bax hidrogeni bunun tərkibindən çıxartmışam. Bunlar əzbərdir. Əzbərləməlisən bu reaksiyaları 1000-də qəbula düşür. 1000, 1500, 500-də, 650-də nələr alınır əzbərləməlisən. Bu olur nə? Bu olur dehidrogenləşmə. Yəni hidrogeni özündən çıxartmaq reaksiyası. Bir də var cracking. Cracking nədir? Cracking də, yəni dediyim kimi, istilik və katalizatorun təsiri ilə daha kiçik, yüngül molekullara parçalanması alkanların. Yəni məsələn sənə C12 H26 verirsə, deyir bunu cracking elə. Bunu karbondan 8 dənə, hidrogendən 18 dənə, üzərinə gəlsin C4H8 dənə. Belə 2 dənə alkana bölür. Yəni 2 yerə bölür. Bir dənə alkana bölür, bir dənə alkena. Başa düşdün? Bunu bir də deyə bilərsən, mən tam başa düşmədim bunu. Yəni ki, bunu parçalayır, eləyir 2 dənə. Biri olur alkan, biri olur alken. Alkan olursa C8H18 üzərinə gəlsin C4H8 neçə eləyir? Toplayanda bunları. Karbondan 12 dənə, hidrogenden 26 dənə. Görsən eyni şeydir. Parçaladı belə aldı. Vardı. Anladın? Bunlar Bunlar əzbərdir. alkan Əzbərdir. deməli. Bəli, bəli. Biri alkandır, biri alkendir. Bax, məsələn, birini də yazıram. Karbon 10, H22. Bunu parçalayır. Olur bu C5H12 və bu alkandır. Üzərinə gəlinsin. C5H10. Bu da olur alken. Biri alkan olur, biri alken. İndi alkenləri keçəcəyik. Bu alkanın adı nədir? 5 olan pentan. Bu da pentendir. Pentan, penten. Bax, toplayanda bunları təzədən. Karbon 10 dənə eləyir, hidrogen 22 dənə eləyir. Görsən, bax, hidrogen 12-nin üstünə 10 gələndə 22, 5-in üstünə 5 gələndə 10. Eyni şeydir. Sadəcə cracking elədi. Yəni, yüksək molekullu birləşmələri parçaladı. Daha yüngül Müəllimə molekullu. necə parçaladınız ki siz? Reaksiyada nə bilim indi bunu yaradan, bunun reaksiyadan alınan budur. Yəni iki yerə bölünür. C5, C5, C8, C4. İndi bunları təbii ki, cracking eləyəndə müəyyən cihazların köməyi ilə cracking eləyirlər. İstilik katalizatorun təsirindən göstərirlər. Görürlər ki, məsələn, C10 H22-ni böləndə C5 H12 alınır, bir də C5 H10 alınır. Başa düşdün? Yəni bu müəyyən bir Əzbər qaydası yoxdur. Əzbər bilməlisən, 4-5 dənədir. bildim. Hı. Sonra nəsə var? Başqa sual. Xeyr. Sonra gəldi indi izomerləşmə reaksiyasına. Gəl izomerləşmə reaksiyasında deyim, sonra yanma qalır. İzomerləşmə reaksiyası nədir? Şəfa, izomerləşmə reaksiyası, yəni məsələn, normal şəkildə sənə butan verək. Normal şəkildə butan. Bax, bu normal butanı alüminium klorun təsirindən bunu izomerləşdirirlər. İzomerləşmədə sadəcə şaxə dəyişir. İzomer nə deməkdir? Bayaqkı quruluş izomeri var idi. Deyirdim, bunu tuturlar, gətirirlər, qoyurlar bura. Bax, eyni şeydir. Elə eləməliyik ki, bunun təsirindən təsir göstərirlər. Alınır CH3, CH, CH3, CH3. Görsən, bu butanı, normal butanı çevirirəm 2 metil propana. Başa düşdün, bayaqkı kimidir. İzomer kimidir. Anladın? Burada mənim CH3-ü keçirdi CH2-nin aşağısına. Bəli, bəli, bəli. Sonra nə elədiniz? Bir dənə də deyərsiniz. Gəl yazıram. Eyni də izomerləşməkdir. Bayaq 4 dənə yazırdım normal butan. Bu normal butanda bunu götürürəm, gətirirəm, qoyuram bura. Olur belə. Qurtardı. Bu da oldu izomerləşmə. Axırda yazsa müəllimə almam. Elə oydu CH3. da, oydu, buydu, buydu, Hə. buydu. Bu olur 2 metil propan bunun adı.
Sonra gəldik yanma reaksiyalarına. Yanma ilə oksidaşmaya. Şafa, yanma reaksiyası nədir? Yanma reaksiyası ümumiyyətlə üzv birləşmələr yanır və yananda oradan həmişə karbon dioksid və su alınır. Həmişə bütün üzv maddələr yananda bu alınır və mütləq yadda saxla ki, yanma deyirsə, orada oksigenin iştirakı olmalıdır. Yəni reaksiya oksigenin iştirakı ilə gedir və oxun üstündə temperatur işarəsi olur. Bax, buna deyirlər yanma reaksiyaları. Anladın? Bəli, yanmada oksigen iştirak edirdi onda. Bəli, bəli. Yanma deyirsə həmişə oksigen olur. Plus da oxun üstündə temperatur işarəsi mütləq olur. Bildin? Bildim. Aha, gəl indi bir dənə də yazım, bax. Bax, sənə verirlər CH4 üzərinə gəlsin oksigen. Alınır karbon dioksid üzərinə gəlinsin su. Bax, nə dedim? Bayaq dedim ki, bütün üzüm maddələri yananda karbon dioksiddən su verir. Baxırsan, burada bir dənə karbon, 4 dənə hidrogen. Bunun amma nə qədər hidrogeni var? 2 dənə. Gətirib bura bir dənə 2 atırsan, eləyir 4 dənə hidrogen hər tərəfdə. Burada baxsan, 2 dənə oksigen var, 2 dənə var. Всё, qurtardı. Bu da oldu sənin reaksiyan. Başa düşdün? Bəli, mən başa düşdüm. Aha. Sonra gəldik oksidaşma reaksiyalarına. Oksidaşma reaksiyalarının bundan fərqi odur ki, bax sənə belə bir şey verə bilər. CH4 üzərinə gəlsin oksigen. Belə bir oksidaşma reaksiyası da var. Amma oksidaşma reaksiyasının üstündə temperatur olmur. Temperatur olursa bunlar alınır. Olmursa demək oksidləşmə reaksiyasıdır. Və oksidləşmə reaksiyasından bundan formaldehid, yəni qarışqa turşusu alınır. Belə. Başa düşdün? İndi bunları da keçəcəyik oksidləşmədə. Qurtardı. Nə sualın var bura qədər? Yoxdur mənim. Əla. Onda keçirik testlərə, şəfa. Testləri keçək. Testləri bir-bir kömək eləyim. Biraz giriş eləyək. Qalanını da evdə götür. Gözlə bir Mən dənə. bir dənə Aha, sizə sorayım. bəli. Buyur. Deməli, mən alkanlarda birinci məmə kəsəndə